Demək, bugünkü mövzumuz olacaq informasiya təhlükəsizliyi. Ümumiyyətlə, adı üstündə informasiya təhlükəsizliyi deyəndə biz nə başa düşürük? İnformasiya təhlükəsizliyi deyəndə biz məlumatların, informasiya sistemlərinin icazəsiz girişi, sonra onların istismarı, pozulma hallarıdır, dəyişdirilməsidir. Ümumiyyətlə, informasiyanın məhv olunması kimi hallarına qorunma prosesi nəzərdə tutulur. Bunun elmi tərifi isə informasiyanın və informasiya mühitinin təsadüfi və ya düşünülmüş, təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Bu konkret tərifdir. İnformasiya mühafizəsi dediyi informasiya təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən kompleks tədbirlərdir. Həmin o kompleks tədbirlər 4 qrupa bölünür bizdə. Təşkilati mühafizə var, proqram aparat mühafizəsi var, mühəndis texniki, bir də qanunverici mühafizə. İnformasiyanı qorumaq üçün biz nədən istifadə edəcəyik? Təbii ki, parollardan istifadə edirik də. Parol da yalnız verilənlərdən istifadə etmək hüququ olan şəxsin bildiyi simvollar ardıcıllığına deyilir. Yəni, yalnız hansı belə deyək, istifadəçiyə aiddirsə, o istifadəsini biləcəyi bir məxfi məlumatdır parol. Və indiki zamanda da informasiya təhlükəsizliyində üç əsas xüsusiyyət var. Təhlükəsizlik üçlüyü də adlandırırlar bunu. Konfidensiallıqdır, tamlıq və əlçatanlıqdır. Konfidensiallıq deyəndə biz məxfilik nəzərdə tuturuq. Yəni, informasiyanın məxfiliyi məhdud dairədə onun bəlli olmasını ifadə edir. Və əgər informasiya həmin şəxslərdən başqa icazəsi olmayan şəxsə əlçatan olursa, onda informasiya məxfiliyi pozulmuş hesab olunur. Nə deməkdir? Biraz öz dilimizdə izah edək. Məsələn, mənim bildiyim və Lalənin bildiyi deyək ki, məlumat var. Həmin məlumatı, məsələn, xəyal öyrənirsə, yəni onu öyrənməməlidir əslində. Artıq o şəxsə gedib çatırsa, burada informasiya məxfiliyi pozulmuş oldu. Bu deməkdir. Yəni, məhdud dairədən kənara çıxmasıdır da belə deyək. Tamlıq nədir? Tamlıq isə orijinallığı ehtiva edir. Yəni, tamlığı qorumaqla biz onun icazəsiz dəyişikliklərin qarşısını almadı, sonra səlahiyyətli dəyişikliklərin geri qaytarma qabiliyyətinə sahib ola bilirik. Əlçatanlıqsa lazımlı bir anda məlumatın əldə edilməsini nəzərdə tutur. Əlçatanlığın neticəsi məlumatın əldə olunmasına imkan verən zəncirdə, istənilən yerdə müxtəlif vasitələrə istinad edib, güc itkisinə, sonra əməliyyat sistemi problemlərinə, sonra tətbiqi problemlərə, şəbəkə hücumlarıdır, sonra sistemlərin uzlaşması problemlərinə nəticələnə bilər. Və xarici tərəfdən qaldırılan məsələlərə biz xidmətdən imtina, DOS hücumları deyilir. Məsəl üçün, siz hər hansısa bir sayta girirsiniz, sayt görüntüsü aktiv deyil. Əslində, yəni o normal işləyən bir sayt idi da. Orada artıq kənardan bir hücum olubdu. Sistemi sizə işləməyən bir formada göstərirlər. Bu da DOS hücumu adlanır, xidmətdən imtina hücumu. 3 dənə əsas dediyi xassəmiz oldu. Əsas adlarını əzbərləyin bilirsiniz, çünki imtahanda ola bilsin ki, soruşular bu hissə. Demək, informasiya əsas xassəsi nə oldu? İnformasiya təhlükəsizliyi daha doğrusu. Məxfilik, tamlıq və əlçatanlıq. İndi keçdik təhlükələrin hansı növləri var. Təhlükələrin bizdə 4 əsas növü mövcuddur. Phishing hücumları, güc tətbiqi hücumları, brute force dediyimiz, zərərverici yoluxdurma, malware injection, sonra sosial mühəndislik, social engineering. Bunların da hərəsinin də özünün ayrı-ayrı növləri var əslində. İndi gəlin bir-bir baxaq. Phishing hücumu. Phishing hücumu ingilis dilindən tərcüməsi bizə balıq ovu hücumu çıxır. Və qlobal şəbəkə üzərində həyata keçirilən elə balıq ovunu xatırladan bir fırıldaqçılıq növüdür. Burada phishingdə əsas məqsəd istifadəçini aldadaraq onun məlumatlarını, şəxsi məlumatlardır, məxfi məlumatlardır, bunları əldə etməkdir. Yəni, fərdi məlumatların oğurlanması, belə deyək. Burada ümumiyyətlə əsas istifadə olunan vasitə e-postdur. Yəni, e-post üzərindən hər hansısa bir cəza ödənişi şəklində və yaxud da pulsuz loteriya şəklində mövzularla təhdid xarakterli, sonra qorxu xarakterli ola bilər və yaxud da nə bilim marağı cəlb eləyəcək şəkildə bir dedikdə mesajlar göndərirlər. Bu duyğular dedikdə qarşı tərəfə ötürülür və fırıldaqçı şəxs, o fisher dediyimiz şəxs ilkin baxışda əslinə oxşayan, amma saxta olan hər hansısa bir internet məlumatını bizə göndərir və həmin səhifədəki bizim yerinə yetirəcəyimiz əməliyyatları izləyə bilir. Çünki artıq belə deyək, məsəl üçün nümunə kimi nə deyə bilərik? Məsələn, Facebooka girməlisiniz, amma Facebook yox, məsəl üçün Facebooka oxşar başqa bir sayt sizə göndərir və həmin saytda artıq həmin şəxs özü yaradıb deyə məlumatlar ona getmiş olacaq da. Yəni, rəsmi Facebook səhifəsinə daxil olmursunuz, siz başqa bir səhifəyə daxil olmuş olursunuz.
Ona görə deyir ki, saxta məlumatlara, saxta hər hansısa bir internet resursuna yönəldir sizi. Orada da bizim şəxsi məlumatlarımızı götürə bilir də, fərdi məlumatlarımız. Hansı məlumatlardır? Məsələn üçün adımız, soyadımız, nə bilim, doğum tarixi. Sonra ola bilər, nə bilim, məsələn, fin kodumuzu yazırıq. Məsələn üçün hər hansısa bir mail ünvanı qeyd edirik. Ola bilər, məsələn üçün hətta kart nömrəmizə qədər belə yaza bilirik. Bunlar phishing hücumlarında əsas məqsəddir zaten, fərdi məlumatların əldə olunması. Və phishingin də özünün növləri var. Spear phishing var, vishing var, pop-up, whaling, domain spoofing, bir də man-in-the-middle. Hamısının elə adına oxşar da bir hücum versiyası var. Birincisi spear phishing. Spear phishing nədir? Bu konkret bir təşkilatı, partiyanı, hər hansısa bir qrupu və yaxud da bir şəxsi fərdi olaraq onu spesifik bir məqsədlə ona hədəflənir və həmin şəxs üzərində həyata keçirilən bir phishing hücumu texnikasıdır. Yəni konkret bir məqsəd var burada. Burada da təbii ki, konkret bir şəxsə kökləndiyinə görə bu tip hücumlarda uğur faizi daha çoxdur. Yəni hardasa 70%-ə yaxın bir uğur dedikdə faizi var. Amma adi phishinglərdə isə 3%. Çünki adi phishing kimə gəldi göndərirlər. Spear phishingdə isə bir şəxsi izləyir, onun haqqında məlumatlar əldə edir. Yəni nələrdən xoşu gəlir, məsəl üçün nələri izləyir, nələrə baxır. Bu tip şeyləri nəzərə alaraq həmin şəxsə marağını cəlb edəcək bir e-post göndərir. Və əvvəlcədən müəyyən olmuş hədəfdir. Və bu spear phishingdə əsas açar sözümüz budur. Sonra keçdik vishing hücumu. Vishing hücumu isə günümüzün birlikdə ən çox istifadə olunan hücum növüdür. Vishing hücumda əsas vasitəmiz telefondur. Yəni e-post yox, artıq biz burada telefondan istifadə edirik. Bunlar səsli hücumlardır, zənglə olan hücumlardır. Hansı ki, bunlar telefon fırıldaqçılığı adlanır da günümüzdə. Burada əsas məqsəd nədir? Zəng edirlər, özlərini başqa bir şəxs kimi təqdim edirlər. Hər hansısa bir rəsmi qurum adından ola bilər. Məsəl üçün, ən çox günümüzdə nə yayılıb? Bank əməkdaşı kimi özünü təqdim edir. Bu, qarşı tərəfi inandırır, özünü rəsmi bir əməkdaş kimi təqdim edir və PIN koddur, paroldur, bu tipli həssas məlumatların paylaşılmasına inandırır qarşı tərəfi. Demək ki, burada əsas məqsəd nə oldu? PIN və yaxud da parol tipli əsas məlumatların əldə olunması. Və əsas vasitədə nə oldu? Telefon. Digər adı isə nə oldu? Vishing və yaxud da voice phishing. Keçdik pop-up phishing. Pop-up phishing isə bu bizi aldadıb saytlarda qarşımıza çıxan, yəni bilmədən üstünə klikləyəcəyimiz bir xəbərdarlıq, bildiriş kimi açılan bir pəncərədir. Burada həmin pəncərə məsəl üçün bizə baxıraq ki, hər hansısa bir məlumat göndərir. Amma biz ora məsəl üçün üstünə klikləyən kimi bizi başqa bir fayla, başqa bir proqramı yükləməyə məcbur edir. Məsəl üçün, burada gördüyümüzdə Microsoft məsəl üçün bizə bildiriş veribdir. Həmin bildirişə kliklədiyimiz zaman avtomatik, məsəl üçün, hər hansısa bir faylı yükləyəcək kompüterə. Sonra keçdik whaling. Whaling də balina ovu gedir. Burada hər hansısa bir yüksək səviyyəli idarəçini hədəf alır. Və həmin şəxslərin də şəbəkənin həssas hissələrinə dərin çıxışları olur. Yəni bir də daha çox səlahiyyəti olur şirkətdə və uğurlu hücum növü kimi qiymətləndirilir. Yenə də kimi spear phishing kimi bir şəxsə köklənir deyə həmin şəxsdən daha çox nəticə əldə edə bilir. Sadəcə spearlə whalingdə fərq nə oldu? Whalingdə daha vəzifəli şəxslərə müraciət edir. Niyə vəzifəli şəxslər? Çünki onlar daha çox yerə giriş edə bilirlər də sistemdə. Ona görə onlara da hücum növü mövcuddur. Adı da oldu nə? Balina ovu, yəni whaling hücumu. Sonra bir də DNS spoofing var. Domain spoofing dediyimiz. Bu DNS saxtakarlığıdır. Domain saxtakarlığı. Domenlər biz qlobal şəbəkədə keçmişdik. Demişdik ki, nə idi? Web saytda serverin ünvanı idi də. Burada da əsas rəsmi olan ünvanlar ki var, onları kopyalayır. Onları təqlid edir. Məsəl üçün, burada da nümunə kimi yazıb. LinkedIn saytına məsələn oxşayan saxta bir domen yaradır. Həmin domen saxtakarlığı da hücumu həyata keçirmiş olacaq bizə. Məsələn, biz giriş eləmək istəyirik, deyək ki, Facebooka. Facebook sözündə onların yerinə 00 yazıb məsəl üçün. Və yaxud da Facebookda Facebook yazıbdır. Siz ona fikir vermirsiniz. Yəni birbaşa sayta girən kimi görürsünüz ki, hər şey oxşuyur da, yəni ikonuna falan, hər şeyinə kimi eynidir. Birə-bir eynilik var.
Həmin formada giriş edirsiniz, sizi artıq saxta bir sayta getmiş olur məlumatlar və senin qeydiyyatdan keçəndə. Bu oldu domain spoofing. Sonra man in the middle hücumu var. MTM deyilən hücum növü. Burada artıq buna deyirlər ortadakı adam hücumu. Bu ortadakı adam hücumu ilə hacker dediyimiz şəxs, bu hakerimiz iki tərəfin arasına girmiş olur da, belə deyək. Və onlar məlumat mübadiləsi eləyəndə onların məlumatlarını oğurlamağa çalışır. Məsəl üçün biz telefonda danışırıq, deyək ki, kimsə xəttə sızıb bizim söhbətimizə qulaq asır. Adi bir qısa nümunə məsələn. Burada da şəbəkədir, sonra xarici saytlar arasındadır və ya şəbəkə daxilində olan trafikə müdaxilə edən təcavüzkarlar əhatə olunur əsasən. Burada da rabitə protokolları birlikdə əsas qorunmalıdır, yüksək səviyyəli olmalıdır ki, məlumatların ötürülməsində heç bir sızma halları baş verməsin. Sonra keçdik buradan phishingdən qorunmanın əsas üsulları, əsas qaydaları. Phishingdən qorunmaq istəyirsinizsə, əsas üsul nədir? Siz hər hansısa bir saytda, sosial şəbəkədə və yaxud da e-mail hesabında qeydiyyatdır, sonra istifadəçi adıdır, şifrədir, təkrar giriş və yaxud da dəyişdirilmə, sonra nə bilim bank kartı ilə alqı-satqıdır və sair bu tipli mesajlara yönəldən elektron məktublar almısınızsa, artıq bunlarda şübhələnməlisiniz. Birbaşa həmin linki açmaq lazım deyil. Sonra məsəl üçün bununla bağlı məktublar almısınızsa, məktubu göndərən tərəfin, sonra e-mail ünvanının saxta olub olmamasıdır, sonra e-mailin göndərildiyi IP ünvanının həqiqətən də göndərilən təşkilata aid olmasını yoxlamaq lazımdır. Onları yoxlamaq, dəqiqləşdirmək mümkün olmursa, yəni onu edə bilmirsinizsə, yönləndirmənin apardığı keçidin, yəni linkin saxta olub olmamasını yoxlamaq lazımdır. Bunu da necə yoxlayırıq? Özümüz, yəni təbii ki, bunu edə bilmirik də. Bunun üçün xüsusi verdiyi xidmətlər var. Burada da xüsusi dövlət mühafizə xidmətidir, xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət agentliyinin kompüter insidentlərinə qarşı mübarizə mərkəzidir. Bunlara bildirərək, məsələn, həmin linki göndərib, birbaşa yoxlamasını tələb edə bilərsiniz. Daha sonra gəldik brute forcing, güc tətbiqi hücumları. Brute force-da biz əməliyyatı hər hansısa bir hesaba meylə edilən şifrələr toplusu əməliyyatıdır. Burada da güc tətbiqi əməliyyatı deyəndə xüsusi proqramlar vasitəsilə bizim istifadəçi adımızı bilməklə sadəcə parolların çoxlu şəkildə yoxlanmasıdır. Məsələn, sizin adınızı bilir və sizin adınıza görə, məsəl üçün, parolunuz nə ola bilər, onları təxmin eləməyə çalışır. Bunu adicə, məsəl üçün, özümüz də edə bilirik də. Məsələn, kiminsə istifadəçi adını bilirik, o istifadəçi adında və ya da həmin şəxs haqqında olan məlumatlara əsasən, məsələn, onun parolunu təxmin eləməyə çalışırıq. Məsələn, nə qoya bilər? Doğum tarixi qoya bilər, nə bilim, adı sonra doğum tarixi ola bilər, nə bilim, məsəl üçün, dəyər verdiyi şəxslər kimdir, məsəl üçün, deyək ki, atası, anası, hər hansısa bir şəxsin adını qeyd edə bilər. Yəni, bu tip məlumatları biz özümüz də edirik. Amma biz özümüz eləyəndə, məsələn, maksimum nə qədər variant yoxlaya bilərik? 10 dənə, 15 dənə, nə bilim, 20 dənə. Amma bunu artıq botlardan eləyəndə, proqramlarla eləyəndə, avtomatlaşdırma olanda sistemdə, artıq burada biz yüzlərlə, hətta minlərlə parolların yoxlanmasını təmin edə bilərik. Burada da əsas nə oldu? Bizə aid olan məlumatların toplusu lazımdır. Həmin proqrama ötürülməlidir. Haqqımızda olan məlumatlar dedik. Telefon nömrəsi, adımız, soyadımız, doğum tariximiz, sonra yaşadığımız yerdir, nə bilim, maşın nömrəsi ola bilər, sonra xoşumuz gələn, məsəl üçün, filmlərdir, hər hansısa bir işlətdiyimiz telefon markası, məsəl üçün, adi öz aramızda, məsəl üçün, dostlarımızdan bir-birimizə qoyduğumuz ləqəblərdir, övladımız varsa övladımızın adıdır. Bunlar bizdə, məsəl üçün, şəxsi məlumatlar kimi hesab oluna bilir. Və bunlar da dedik, parolların yoxlanmasında istifadə olunan bir vasitədir. Sonra keçdik brute force hücumundan qorunmanın yollarına. Brute force hücumundan qorunmaq istəyiriksə, yəni birlikdə şifrəmizi təhlükəsiz şəkildə saxlamaq istəyiriksə, hər hansısa bir yerdə, bir sahədə şifrələrimiz sistem tərəfindən bizə verilən default şifrə kimi qalmamalıdır. Ona fikir verməliyik. Məsəl üçün, adi universitet sizə mail verir. Həmin maildə sizə görəcəksiniz orada şablon bir parol hissəsi verir ki, bunu sonradan dəyişdirməlisiniz də siz. Bunu da dəyişdirmədən o formada saxlayırsınız. Artıq onların da, məsəl üçün, o parolu sizə verən şəxsin də, məsəl üçün, giriş icazəsi var orada. Sonra, nə bilim, təxmin olunması da daha asan olur. Yəni, bu tip hallara fikir vermək lazımdır. Sonra şifrənin ən çox, belə deyək də, təhlükəlik yaradan hissəsi odur ki, şifrədə ardıcıl hissələr istifadə edirsiniz. Məsəl üçün, klaviaturadan ardıcıl hərflər, ardıcıl rəqəmlər, məsələn, bunları istifadə eləməməliyik. Sonra,
Şifrədə şəxsi məlumatları istifadə eləməməliyik. Öz adımız, soyadımız, nə bilim, doğum tarixidir, maşın nömrəsidir, nə bilim, hər hansısa bir, məsəl üçün, telefon markasıdır dedik, bayaq saydıqlarımızdan. Bunları təkrar şifrədə istifadə etməməliyik. Sonra müxtəlif hesablarda eyni şifrələrdən istifadə eləməməliyik. Məsəl üçün, Facebooka girirəm, Facebookda eyni şifrə, gedirəm Instagrama eyni şifrə. Yəni bu formada olmamalıdır. Çünki birinin hesabını tapanda artıq o birisinə də giriş eləyə bilir də. Sonra müxtəlif hesabda müxtəlif şifrələrin istifadəsi dedik və yaxud da müxtəlif istifadəsinin şifrələr üçün eyni şifrə alqoritmindən istifadə etməmək. Nə deməkdir bu? Şifrə alqoritmi nədir? Şifrə alqoritmi deyəndə burada nəzərdə tutulur. Məsəl üçün, Instagrama girirəm, Şəbnəm, məsəl üçün, Insta. Gedirəm Facebooka, Facebook, Şəbnəm Face, məsəl üçün. TikToka girirəm, məsələn, Şəbnəm TikTok, məsəl üçün. Eyni tipdir, eyni alqoritmlə gedirəm də, görürsünüz. Bu formada yazılış olmaz. Çünki bunlar bizdə artıq təxmin oluna bilən forma yaratmış olur. Şifrələri də mütəmadi olaraq dəyişməliyik. Yəni, normal dəyişmə müddəti 3 ay nəzərdə tutulur. Yəni, 3-6 ay ərzində tez-tez şifrələri dəyişmək lazımdır. Və bir internet resursunu başqa bir yerə keçirərkən mütləq şifrələri də dəyişmək lazımdır. Ola bilər ki, məsəl üçün, mən telefonda istifadə edirəmsə həmin hesabı, telefonda qeydiyyatdan keçəndə avtomatik yaddaşda saxlamışam məlumatlarımı. Həmin back-up'ı silmək lazımdır oradan, əvvəlki serverdən. Sonra şifrələri heç vaxt kağıza yazıb kompüterin ekrana yapışdırmamalıyıq. Sonra, məsəl üçün, TXT-dir, Word-dür, XLS-dir, bu tipli fayllara yazıb kompüterdə saxlamamalıyıq. Sonra heç vaxt, məsəl üçün, istifadə etdiyimiz brauzerlərin keş yaddaşında bunları saxlamamalıyıq. Hansı ki, biz, məsəl üçün, hər hansısa bir sayta qeydiyyatdan keçəndə özü orada bizə təklif edirik, şifrəni yadda saxlamaq istəyirsinizmi? Bu sizin də girişinizi asanlaşdırır. Girişi asanlaşdırsa da yenə də riskdir də. Yəni kənar şəxsdən hücum olanda artıq ora biz neyləyəcəyik? Parolumuzu kimsə götürür, yəni məsuliyyət daşıyacağıq da. Sonra anonim proksilərdən istifadə eləməməliyik. Hansı ki, məsəl üçün, giriş elədiyimiz hər hansısa bir kənar bir brauzer ola bilər, hər hansısa qoşulduğumuz kənar bir Wi-Fi ola bilər. Məsəl üçün, bunlar da bizə hücum vasitəsi kimi ola bilər. Bir də 2 qat autentifikasiyadan istifadə etməliyik. Hansı ki, məsəl üçün, giriş eləyəndə şifrədən əlavə sizdən hər hansısa bir SMS kod tələb edə bilər və yaxud da biometrik vasitə ilə, məsəl üçün, təzədən şifrəni təsdiqləmənizi istəyə bilər və s. Sonra keçdik malware injection. Malware injection biraz proqramlaşdırma hissəsinə gedir. Adi söz yığını deyil də, yəni lori dildə başa düşəcəyimiz çox da bir hissə deyil. Burada zərərverici yoluxdurma metodu deyəndə hər hansısa bir hədəf şəxsə proqram, şəkil, musiqi, kino və yaxud hər hansısa bir sənəd adı ilə e-maildir, sonra yüklənmə saytlardır, yüklənmə linklərdir, kompüterə zərərvericinin yüklənməsinə nail olmaqdır. Və zərərvericilər də deyəndə biz viruslar, troyanlar keçmişik də artıq bunları. Növlərinə görə müxtəlif olmasına baxmayaraq əsas məqsəd nədir bizdə? İnformasiya oğurluğudur. Və ən təhlükəli cəhət də odur ki, burada özünü gizlətmək üçün özünü silir və başqa adına kompüteri yaddaşında saxlaya bilir. Və bu zamanda təbii ki, bütün əməliyyatlar arxa fonda bizim hiss eləmədən, görmədiyimiz şəkildə yerinə yetirilir. Kompüterə zərərvericinin yoluxdurulması da kompüterin üçüncü şəxslər tərəfindən idarə olunması və kompüterdəki məlumatlara üçüncü şəxslərin çıxışının mümkünlüyünü təmin edir. Burada da 2 dənə növümüz var. SQL, bir də kod və SQL inyeksiyası hücumlarıdır. SQL hücumu odur ki, bu sorğu hissəsində hər hansısa bir, məsəl üçün, şəxs haqqında bir sistemə sorğu verir ki, məlumatı əldə edək. Hücumu həyata keçirən şəxs qoşulub sistemə və bizim sorğumuza başqa bir kod yeritmiş olur. Yəni, məsəl üçün, mənə lazımdır deyək ki, Şəbnəm adlı şəxsin, məsəl üçün, aylıq maaşı. Ondan əlavə, məsəl üçün, o ora gəlir, sorğunu artırır. Aylıq maaşı yox, məsəl üçün, maaşdan əlavə, nə bilim, vəzifəsi, nə bilim, digər, nə bilim, şəxsi məlumatlarımız, məsəl üçün, soyadı, ata adı, nə bilim, fin kodu və s. bu tipli məlumatları da ora daxil edib cədvəldən götürür. Buna deyirlər SQL inyeksiyası. Kod və SQL inyeksiyasında isə burada bir çox veb saytları artıq istifadəçi daxil etməni qəbul edildiyinə görə girişləri təsdiqləyə və təmizləyə bilmir. Təcavüzkarlar da daha sonradan gedir o məlumat dəyərlərinə zərərli kodlar ötürülür. API ilə onu çağırış edə bilirlər.
və həmin o tətbiq, xidmət, platforma və yaxud da API vasitəsilə icazə verilən məhdudiyyətlər daxilində xaricdən daxil olmağa imkan verən bir interfeys yaranmış olur. Burada da kodumuz serverdə icra olunur və təcavüzkar da onu pozmağa imkan verir. Burada da hansı xidmətlərdir? Məsəl üçün Chrome-dur. Brauzerlərin adətən əksəriyyəti Chrome, Firefox, sonra HTML, macOS, məsəl üçün YouTube-un özü olsun, Twitter olsun, nə bilim Facebook olsun, Google olsun. Bu tipli xidmətlər bizə məlumatların oğurlanmasına əslində şərait yarada bilir. Sonra keçdik buradan zərərvericilərdən qorunma üçün nələrə biz diqqət etməliyik. Kompüterdə daimi olaraq yenilədiyimiz bir antivirus proqramı istifadə etməliyik. Sonra tanımadığımız şübhəli ünvanlardan bizə gələn hər hansısa bir məktubu açmamalıyıq. Hətta ola bilər ki, həmin faylların içərisində, doğrusu məktubların içərisində fayllar da yerləşdirilibdir, attachment formasında. Həmin faylları biz, məsəl üçün, gündəlik işlətdiyimiz fayl formatı kimi görürük də, Doc'dur, nə bilim, Excel-dir, JPG-dir və s. Bu tipli faylları endirməməliyik, onları yükləməməliyik kompüterə. Elə fayllar var ki, onlar SVX demişik də, məsələn, öz-özünə açılan arxiv fayllarıdır. Siz onu yükləyən kimi avtomatik başlayır arxa planda quraşdırılmağa. Ona görə hər bir faylı yükləmək yəni lazım deyil, sırası. Sonra naməlum mənbələrdən hər hansısa bir proqram, şəkil, musiqi, nə bilim, kino, bu tipli informasiya növlərini yükləməliyik, endirməməliyik kompüterə. Faylların uzantılarında exe-dir, bat-dır, com-dur, src-dir, pip-dir, bu tipli uzantılarla qarşılaşırıqsa, həmin faylları açmamalıyıq. Məsəl üçün, exe icra olunan fayllardır, bat əmrlər faylıdır, com icra olunan fayllar. Yəni, bunlarda avtomatik qoşulma, avtomatik icra olunma funksiyası var. Ona görə bunları yükləməkdə biraz diqqət etməliyik. Sonra şübhələndiyimiz hər hansısa bir fayllar varsa, onları ilkin olaraq yoxlamaq üçün virustotal.com saytı var ki, həmin sayta göndərməliyik. Və yaxud da bizim öz yerli idarələrimizdə bayaq adlarını çəkdiyimiz Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, bir də kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin laboratoriyasında göndərə bilərik. Sonra kompüterdə olan fayllardakı dəyişikliğimizdir, sonra mausun tərpənməsidir, yazı yazanda əlavə şriftlər görürük içərisində və yaxud da nə bilim, işlədiyimiz zaman kompüter öz-özünə sönə bilir. Hər hansısa bir proqram öz-özünə arxa planda icra olunur. Bu tipli fərqliliklər hiss ediriksə, artıq kompüteri biz birlikdə yoxlatmalıyıq, içərisində virus varsa formatlamalıyıq və s. Bunlar artıq zərərvericilərdən qorunmanın bir digər yolu olmuş olur. Daha sonra keçdik buradan sosial mühəndislik. Əslində demək olar ki, bütün hücum növlərinin əsasında sosial mühəndislik dayanır. Sosial mühəndislik nədir? Sosial mühəndislikdə yalan və manipulyasiya var. Yəni qarşı tərəfi biz dedikdə özümüzə inandırırıq, onun məlumatlarını əldə edirik. Bununla da artıq bir sosial mühəndislik hücumu həyata keçirmiş oluruq. Bu istər phishing olsun, nə bilim, phishingin bütün növləri və yaxud da brute force. Yəni bu tipli hücumların əsasının hamısında demək olar ki, sosial mühəndislik dayana bilir. Burada birlikdə o ziyanverici şəxs, hacker dediyimiz şəxs özünü bizə yaxın bir dost kimi təqdim edə bilər. Bizim haqqımızda məlumatlar əldə edə bilər, sonra da həmin məlumatları bizim əşimizə istifadə edə bilər. Məsələn, ən çox istifadə olunan sosial mühəndislik növü. Birinci halımızda nə baş verir? Zərərverici şəxs bizim etibarımızı qazanmış şəxs deyək də, bu virtual dostumuzdur bizim. Sosial mühəndisliyin köməyi ilə bizə aid olan məlumatları toplayır, sonra da brute force hücum növündə və yaxud da məxfi sualın tapılmasında istifadə oluna bilir və bizim hesablarımıza girə bilir. İkinci bir hal, məsəl üçün, həmin o etibarımızı qazanmış şəxsimiz bizi hər hansısa bir saytda qeydiyyatdan keçməyə dəvət edir və həmin saytı bizə saxta domen göndərərək eləyir. Məsəl üçün, Facebookun yerinə Facebookda məsələn, onların yerinə 0 yazıb və yaxud da Facebook formasında yazıbdır. Hər hansısa saxta bir sayta bizi yönləndirir və həmin saytda biz qeydiyyatdan keçəndə bizim məlumatlarımızı oğurlaya bilir. Sonra sonuncu bir halda da məsələn zərər verən şəxsimiz bizim maraq dairəmizə uyğun məlumatlar göndərir bizə. Hər hansısa bir mövzu ilə bağlı, məsəl üçün şəkil ola bilər, video ola bilər. Məsələn, bu faylı bizə göndərir. Deyir ki, aç bunun içərisində görəcəksən maraqlı video var. Həmin fayla giriş etmək üçün də ilk olaraq biz istifadəçi adımızı, parolumuzu yazıb qeydiyyatdan keçməliyik orada. Ona görə bizim o yazdığımız kod parolsa, o da qarşı tərəfə gedir axı. Ona görə burada biz artıq belə deyək,
Sraz ona inanıb, yəni qeydiyyatdan keçməm. Ümumiyyətlə, hər hansısa bir, belə deyək də, saytda və yaxud da bir xidmətdə, belə deyək, bizdən parol və yaxud da hər hansısa bir başqa xidmətlər tələb olunursa, istifadəçi adı yazıb, parol yazıb qeydiyyatdan keçmək tələb olunursa, biraz orada ehtiyatlı olmaq lazımdır. Sonra keçdik. İstifadəçinin hər hansısa bir sistemə girişi ilə bağlı anlayışlarımız. Bax, identifikasiya var, autentikasiya var, bir də qarşılıqlı autentikasiya dediyimiz avtorizasiya var. İdentifikasiya məlumatların eyniləşdirilməsi deməkdir. Bu prosesimiz əslində arxa planda autentifikasiya ilə paralel şəkildə keçirilir. Ona görə istifadəçi bunu çox zaman hiss eləmir. Autentikasiya isə həqiqiliyin təsdiqlənməsi üçün istifadə olunan metoddur. Yəni subyekt tərəfindən təqdim olunan eyniləşdirmə məlumatların həqiqiliyinin yoxlanması prosesi. Bir də qarşılıqlı autentikasiya var, avtorizasiya. Burada da müştəri və server bir-birini təsdiqləyə bilir artıq. Yəni identifikasiya mexanizmləri həyata keçirilə bilir. Standart bir autentikasiya fikirlərsək, buradan müştəri şəxsiyyətini sübut eləmək üçün serverdə identifikasiya edir. Ondan sonra serverin mənbələrindən istifadə edə bilir. Burada da 3 dənə əsas kateqoriya var. Subyektə məlum olan informasiya, subyektə aid olan fiziki cihaz və yaxud da avadanlıq, bir də subyektin fiziki bioloji xüsusiyyətləri. Autentikasiyanın əsas faktorlarıdır bunlar. Məsələn, buna bir də nümunə kimi baxaq. Adi bankomatda məsəl üçün pulun çəkilməsi. Birinci, biz plastik kart vasitəsilə pul çəkmək istəyiriksə, plastik kartımız bizim burada identifikasiya vasitəmizdir. Yəni biz onu daxil edib əldə edəcəyik də məlumatı. Sonra orada biz kartımızı qoyduq, PIN kodu yazırıq. Həmin o PIN kod bizdə autentikasiyanı həyata keçirmək üçün lazım olan hissədir. Əgər bizim yazdığımız PIN kodla sistemdə olan PIN kod üst-üstə düşürsə, buna deyirik uğurlu autentifikasiya. Eyniləşdirmə uğurlu şəkildə baş verir, çünki yəni orada sistemdəki ilə mənim yazdığım üst-üstə düşür. Və uğurlu autentikasiya nəticəsində də avtorizasiya baş verir. Məsəl üçün, mən, məsəl üçün, sistemin mənə təyin elədiyi məbləğ qədər, yəni limit qoyulmuş məbləğ qədər, oradan xidmətdən istifadə edə bilirəm də, çəkib həmin pulu işlədə bilirəm. Bu da olur avtorizasiya, yəni xidmətdən istifadə elədik artıq. Sonra keçdik buradan biometriya vasitələrimiz. Bax, ümumiyyətlə, parollardan əlavə artıq günümüzdə informasiya mühafizəsində ən çox biometrik vasitələrdən istifadə olunur demək olar ki, bunu hər birinizdə istifadə edirsiniz. Biometriya deyəndə ümumiyyətlə insanın bədən üzvlərinə əsaslanan növlər nəzərdə tutulur. Hansı ki, bunlar barmaq izinə görə tanınmadır, daktiloskopiyadır digər adı. Sonra gözün cüzeykli qişasının şəklinə görə tanınmadır, gözün torlu qişasının şəklinə görə tanınmadır, nitq özəlliklərinə görə tanıma var. Sonra üzə görə tanıma və ovuza görə tanıma var. İmtahanda da bunlardan sual gözləyin. Ola bilər ki, düşsün. Barmaq izinə görə tanıma deyəndə, burada hər bir şəxsin barmaq izi fərqlidir də. Əsas ideyası da budur, fərqlilikdir. Skan olunmuş barmaq izi ilə bizim daxil etdiyimiz barmaq izi üst-üstə düşürsə, artıq nə olacaq? Bu uğurlu autentikasiya baş vermiş olur burada da. Barmaq izinin də əsas xassələri nələrdir? Fərdilik və təkrar edilməzlikdir, zamana görə sabitlikdir və bərpa olunma xüsusiyyətləridir. Gözün cüzeykli qişasına görə tanınma isə bu da yenə unikal biometrik xüsusiyyətdir. Yəni hər kəsdə fərqlənir. Hətta bir insanın sağ və sol gözün cüzeykli qişası belə bir-birindən fərqlənə bilir. Gözün cüzeykli qişasının identifikasiyası üçün tələb olunan skanerlərin üstünlüyü odur ki, burada biz gözümüzü yəni bir yerə dikib baxmaq məcburiyyətində deyilik də. Biz gözümüzü məsələn normal saxladığımız zaman və ya da sağa sola hərəkət etdirdiyimiz zaman belə bu skanerlər oxuya bilirlər, yəni tanıma edə bilirlər. Torlu qişanın şəklinə görə tanınma da eyni cür. Burada da əsas torlu qişada gözdə o qan vasitəsindən arxa planda olan venalar, arteriyalardır. Bax, həmin hissələrin quruluşuna görə torlu qişanın identifikasiyasına istifadə oluna bilir. Nitq özəlliyinə görə tanıma adı üstündə səsə görə tanımadır. Nitqin tezliyi analizinə əsaslanır. Hər bir şəxsin də səs tonu digərindən fərqlənmiş olur. Yəni hər şəxsin fərdi tezlik xarakteristikası mövcuddur. Üzə görə tanıma. Üzə görə tanımada da üzün formasıdır, saç rəngidir, nə bilim, məsələn, burun ölçüsüdür, qaşdır, gözdür, məsafələrdir, ağız quruluşudur. Məsələn, bunların hamısına koordinatlarına fikir verir və video müşahidə kamerası vasitəsilə həyata keçirilir. Burada da proqram birlikdə tanıma həyata keçirir. Əvvəlcədən sistemə verilmiş şəkillə və yaxud da sistemə oturulan, nə bilim, video ilə bizim görüntümüz üst-üstə düşürsə, o an artıq uğurlu autentifikasiya olur. Ovuza görə tanıma.
Burada da əsasən hava limanlarıdır, sonra nə bilim bank sistemləridir. Bunlarda istifadə olunur ovuca görə tanımadan. Yenə əl ölçüsüdür, əlin formasıdır, sonra barmaq sümüklərinin, falanqaların o qatlanma hissələridir və s. Bunlardan sonra nə bilim əlavə bir də məsəl üçün barmaq izin ovuca görə tanımada içərisində olan xəttlər var, damarların quruluşu var. Məsələn, bunları da nəzərə alaraq bir həyata keçirilən biometrik vasitədir bu da. Keçdik indi korporativ kibergigiyena. Korporativ kibergigiyena isə bu korporasiyanın sağlam təhlükəsizlik duruşunun təmin olunması üçündür və kibertəhlükə riskini azaltmaq məqsədi daşıyır. Və biz artıq internetdən istifadə edirik də demək olar ki, hər birimiz, hər bir istifadəçi də artıq burada təhlükəsizlik qaydalarını bilməlidir. Yəni başa düşməlidir ki, internetdə hər bir şey açıq şəkildə paylaşmaq olmaz və hər bir elədiyimiz hərəkətin müəyyən bir təhlükəsi, bir nəticəsi var. Kibergigiyananın yekun həddəfi də riski düzgün şəkildə qiymətləndirib, onlardan qorunma üsullarını bilməklə şəbəkədən istifadə zamanı yaranan təhlükələrdən effektiv müdafiə olunmaqdır. Kibergigiyena nəyi öyrədir? Yəni, internetdən təhlükəsiz istifadəni, şəxsi və korporativ məlumatların qorunmasını, riskli sahələrin müəyyənləşdirilməsini və rəqəmsal təhlükəsizlik üzrə əsas baza bilikləri. Yəni, hər hansısa bir şirkətdə, bir müəssisədə olan şəxslər artıq bu ümumi təhlükəsizlik haqqında məlumatlara malik olmalıdırlar. Məsəl üçün, birincisi, proqram təminatının müntəzəm yenilənməsi. Korporasiyalarda, yəni şirkətlərdə, müəssisələrdə sistemlərdir, tətbiqlərdir, sonra cihazlarda ən son təhlükəsizlik yamaları ilə yenilənməlidirlər, təmin olunmalıdırlar. Köhnəlmiş proqramlara hücumlar təbii ki, daha asan şəkildə baş verir. İşçilərin təlimləri. İnsanlar ümumiyyətlə bir çox BDT pozuntularda yenə də mühüm bir amil kimi qalır. Yəni xətaların müəyyən bir qismi insan tərəfindən də həyata keçirilə bilir. Daimi olaraq burada işçilərə təlimlər keçirilməlidir. Phishing haqqında, sosial mühəndislik haqqında, sonra parolların təhlükəsizliyi haqqında məlumatlandırma həyata keçirilməlidir. Cüzi və unikal parollardan istifadə olunmalıdır. Mürəkkəb parolların istifadəsi çox faktorlu autentifikasiya, məsələn, bunları izah edib onların tətbiq olunmasını təmin etmək lazımdır. Güclü və unikal parollardan istifadə etmək lazımdır. Sonra daimi yedəkləmələr, backuplar. Məlumatların ehtiyat nüsxələrini müntəzəm olaraq həyata keçirmək lazımdır ki, məlumatlar məsəl üçün kompüterdə silinirsə, bulut hesabda qalsın və təhlükəsiz şəkildə saxlanmalıdır. Burada hər hansısa bir məlumat itkisi olmamalıdır. Şəbəkə təhlükəsizliyi isə burada firewallların qurulmasından nəzərdə tutulur. Məlumatların ötürülməsi zamanı onların şifrələnməsidir, sonra şəbəkənin müəyyən seqmentlərə bölünməsidir, sonra şəbəkə trafikinə nəzarət olunmasıdır. Bunlar şəbəkə təhlükəsizliyinə təmin olunur. Endpoint protection isə şəbəkəyə qoşulan hər bir cihazın antivirus və yaxud da anti-malware həlləri kimi lazımi təhlükəsizlik proqram təminatının quraşdırılmasını təmin etməkdir məqsəd. Yəni bu WhatsApp-da da var əslində ucdan uca şifrələnmə. Məlumatları şifrələnmiş şəkildə göndərir qarşı tərəfə isə deşifrələnmiş şəkildə çatmış olur. Daha təhlükəsiz şəkildə göndərilmə baş verir. Məhdud giriş bu ən az imtiyaz prinsipi gedir. Burada işçilərin yalnız öz vəzifələrini yerinə yetirmək üçün ehtiyac duyduğu girişə malik olması deməkdir. Məsəl üçün, mən deyək ki, təhlükəsizlik hissəsindəyəmsə, mənim gedib, nə bilim, ola bilsin, məsəl üçün, mühasibatlıq sahəsində bir işim yoxdur və yaxud da hüquq sahəsində işləyirəmsə, gedib mühasibatlıqda bir işim yoxdur, məsələn. Yəni, hər kəs öz dairəsində məlumatlara malik olmalıdır. Fiziki təhlükəsizlik. Fiziki təhlükəsizlik isə şirkət binalarında təhlükəsizlik girişdir, sonra serverlər icazəsiz girişlərdən qorunmadır, sonra notebooklarda, məsəl üçün, onlara antivirusların və s. bunların həyata keçirilməsidir, sonra təminatsız qalmamaları, bunlar nəzərdə tutulur. İnsidentlərə cavab planı isə ayıq-sayıq olmaq nəzərdə tutulur. Hər hansısa bir pozulma, təhlükəsizlik bir hücumu nəzərdə tutulursa, baş verirsə, bu zaman artıq şirkət zərəri azaltmaq üçün effektiv bir belə cavab planı həyata keçirilməlidir. Bu belə. Bu hissəyə qədər məncə problem olmamalıdır. Necədir vəziyyət? Əlimizdə material olsa, lap yaxşı olacaq. Gözümüzdə oxuyaq. Hə, inşallah dərs müddətində təmin edəcəm onu. Elə bu təqdimatdan baxsaz hər şey demək olar ki, çatacaq sizə. Onda problem yoxdur. İnşallah ki, az sual düşər bizə. Bir dənə, 2 dənə düşər. Böyük ehtimal ki, bir dənə görmüş YOTK-da, çox düşməz. Deyəsən dimdə 2 dənə idi, səhv eləmirəmsə. Hə, səhv eləmirəmsə 1 ya 2, yəni belə düşəcək də.